Koç, enerjili və aktiv olun. Çəkinmədən çətin işlərə başlayın. Ruhdan düşməyin. Qətiyyət və iradə öz bəhrəsini verəcək. Lakin uğurlarınız yaxın ətrafınızdakı insanların paxıllığına səbəb olur. Həmkarlarla münasibətlər korlana bilər. Yaxınlarınızla dil tapın. Fikir ayrılıqları olsa da münaqişələrə zəmin yaratmayın. Buğa, əvvəlcədən hazırladığınız planlardan birini reallaşdırmaq üçün əlverişli gündür. Böyük ümidlər bəslədiyiniz layihə çərçivəsində işlərə başlaya bilərsiniz. İctimai və siyasi sahələrdə uğurlar gözlənilir. Dövlət strukturunda işləyirsinizsə təmkinli davranın. Əkizlər, həyat enerjisinin səviyyəsi yüksəkdir. Enerjili olun, aktiv davranın. Nəticə əldə etmək üçün nəyin lazım olduğunu müəyyənləşdirin. Sövdələşmək üçün yaxşı gündür. Hansı layihənin gəlirli olacağını dəqiqləşdirin. Bahalı texnika, qeyri-adi mebel almaq olar. Xərçəng, işgüzar təmaslar və şəxsi münasibətlər sahəsində görüşlər üçün yaxşı gündür. Can atdığınız hədəf və xüsusi səylər olmadan da çata bilərsiniz. Alış-veriş üçün əlverişli zamandır. Romantik münasibətlərdə irəliləyişlər olacaq. Sizi xoş sürprizlər gözləyir. Şiir, ən kiçik məsələlərdə inadkarlıq nümayiş etdirərək güzəştləri birmənalı olaraq rədd etməyin. Haqlı olduğunuza inanın. Mübahisədən qalib çıxmağa çalışın. Günün ikinci yarısı yeni ideyalar vəd edir. Bəzi ideyaların reallaşdırılmasına dərhal başlamaq olar. Qız, birgə layihədə çalışmağa başlamaq üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşün. Fəaliyyət sahənizlə bağlı mühüm məsələləri müzakirə edin. Karyera müstəvisində inkişaf imkanlarını nəzərdən keçirin. Ailəvi tədbirlər, qohumlara baş çəkmək, uşaqlarla istirahət üçün yaxşı zamandır. Tərəzi, əvvəlki günlərdən fərqli olaraq qeyri-adi qərarlar verir, tələsik addımlar atırsınız. Belə etməyin. Tanışları təəccübləndirməyə çalışmayın. Bütün bunlar münasibətlərə pis təsir edə bilər. Axşam saatlarında yaxşı istirahət edin. Əqrəb, qarışıq və çətin gündür. Yalnız yaxşı tanıdığınız insanlara güvənin. Bugün sizi aldatmağa çalışacaqlar. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. Emosional olmayın. Yanınızdakı insanların fikirlərinə görə həvəsdən düşməyin. Oxatan, prinsipial iradəli, qətiyyətli olun, amma sərt və aqressiv davranaraq yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmanı pozmayın. Rəğbət bəslədiyiniz insanların fikirlərinə dəyər verin. Nüfuzlu şəxslərlə görüş və danışıqlar mümkündür. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Oğlaq, istənilən münasibətə başlamaq üçün əlverişli gündür. Yeni tərəfdaşlar axtarın. Peşəkar mövqeyinizi möhkəmləndirmə imkanlarınız var. Yaxşı gəlir əldə edə bilərsiniz. Uzun müddətli əməkdaşlıqlarla bağlı anlaşma gözlənilir. Yeni işlərə başlamaq vaxtıdır. Dolça, həmkarlar və işgüzar tərəfdaşlarla münasibətləri normal səviyyədə saxlamaq üçün güzəştlərə getməli olacaqsınız. İşgüzar intuisiyanıza güvənin. Sizə yanlış yol göstərməyəcək. Alış-verişdə bədxərclik etməyin. Dostlarla görüş üçün münasib gündür. Balıqlar, düşünülməmiş addımlar atmayın. Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, gününüz pis keçməyəcək. Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Real yardımlar alacaq, tərif eşidəcəksiniz. Bu sözlərə ehtiyacınız var.